Elə bizi bunu Bax, inandırmayıblar. sən nə edə bilərsən? Bax, yox. Bax, bu dəqiqədə sən qorxursan, deyə bilmirsən, mən deyirəm. Rus dövləti işğalçı bir dövlətdir. Yox, qorxmuram, deyərəm. Ha? Deyərəm, təsdiqləyirəm sizi. Bax, qulaq as. Xəritəyə baxın. Dünyada ondan böyük dövlət yoxdur. Qulaç gəlmir xəritədə ona. Gəlib Qarabağda bir xan kəndi var. Gəl o kəndi yiyələnib orada durursan. Sən nə edirsən burada? İşğalçı bir dövlətdir də. Ömrü boyu da belə olub. Haqlısınız. Yazıq xalqları sən nə demirəm, elə girən işğal edən inkişaf elətdir. Bunları bir inanırsan, mən razıyam ondan. Sən böyük dövlətlə işğal elədiyin kimi inkişaf elətdir. Elətdirmirsən axı bizi inkişaf. Bax, o Sovet dövründə gəncliyi keçən biri olaraq sizcə Çox ağır keçib mənim gəncliyim, açıq deyirəm. bu onda biz inkişaf etməmişik həmin Sovet hökuməti dövründə? Sovet dövründə o inkişaf sayılmır. Müstəmləkə xanım, rejimindəki inkişaf. öz başına buraxsan, biz dindən başqa heç nəyə getməyəcəkdik. Açıq deyirəm. Dinlə də getmək, Allahın məsəllə deməklə də qarın doymur.